Gün ərzində biz bir-birimizə müxtəlif kitablarla müraciət edirik. Əslində həyatımızın önəmli bir faktorudur kitablar. Mən düşünürəm ki, kitab tərzimiz həm də bizim şəxsiyyətimizin göstəricisidir. Yəni biz insanlara necə xitab ediriksə, əslində bundan biz necə insanıq onu göstəririk. Ailədə sənə ümumiyyətlə necə xitab edirlər? Ailədə mənə adımla xitab eləyən yalnız bacımdır. Çox qəribədir ki, atam fərqli, anam tamamilə fərqli xitab eləyir. Adından fərqli yoxsa? Hə, adımdan fərqli. Atam adımı qısaldılmış formada həmişə çağırırdı məni və bu mənim çox xoşuma gəlir. Hə, aləm qızım. Çox qəşəng, əzizləyici formada elə çağırırdı. Amma anamın adından çağırdığını xatırlamıram. Çox qəribədir. Heç vaxt adımı səsləndirmir və indi buradan deyim də mənə necə xitab edir. Bizə də maraqlıdır. Deməli, bir dövrlərin Lider televiziyasında serial gedirdi. Tikan və Qızılgül. Çox məşhur. Hə, məşhur serial. Orada Katarina obrazı var idi. Atasını təngə gətirmişdi qız. Necə ki, mən mamanı təngə gətirmişdim. Mama o vaxtdan mənə Katarinaya oxşadırdı və hələ də Katarina qızım deyə müraciət eləyir. Və qohum-əqrəbənin də sinədiyinə düşür. Onların da çoxsu elə məni Katarina çağırırlar. Hələ də? Hələ də, hə, mən Katarinayam nəsildə. Əslində maraqlı tarixçəsi var belə baxanda. Hə, yaxşıdır. Amma bir tərəfdən də bu kitablar məsələsində həssas yanaşıram. Çünki ad kimi kitablar da, yəni bir enerjisi var da. Təbii ki. Hə, düzdür, orada əslində o çox da uğursuz deyildi. O qız uğurluydu deyə çox da məni belə incitmir. Yaxşıdır əslində, pis deyil. Hə, amma yenə də bir tərəddüd yaradır bəzən məndə. İstərdim yenə adımla xitab eləsinlər daha çox. Sənə necə xitab edirlər? Əsasən adımla. Anamın bir kitabı var, xanım deyə müraciət edir. Nə gözəl. Çox maraqlıdır. Uşaq vaxtı bununla bağlı çox gülməli bir olay yaşamışdıq. Xanım axı belə işçilərin rəhbərinə verdiyi müraciət formasıdır da deyək. Bir nəfər bizi zəng eləyəndə qarışdırmışdı ki, siz evin xanımısınız falan. O deyil. Nəsə gülməli bir şeydir, amma qısaca bir şərh elədim. Mənə maraqlı olan digər sual, iş yerlərində hansı xitablardan xoşun gəlir? Hansı xitablar səncə qəşəngdir? Ya sən digər insanlara necə xitab edirsən? Hər iki sual. Mən adətən adımla yanında bəy, xanım əlavəsindən xitab edirəm. Amma həm yaşıdımdırsa, biraz da bizim sahə elədir ki, sərbəst sahədir də. Ona görə çox da yaşı çox məndən böyük deyilsə, vəzifəcə çox üstün deyilsə, əslində adlarımla müraciət eləməyi xoşlayıram ki, əsas odur səmimiyyətlə səsləndirəsən də həmin adamın adını. Amma olur bəzən ki, baxırsan təzə işə girmisən, kimsə özünü yaxın hiss eləyir. Xüsusilə qızlar arasında olur, gəlir. Balam, aşkım. İş yerində məncə bu cür xitablar heç uyğun deyil, yəni. Mən də bəzən qarşılaşıram. İş yerlərində mənə görə ən ideal xitab, düz mən daha fərqli, biraz əsgərlik kimi səslənirəm. Mən insanların soyadları ilə səslənməyi sevirəm. Hər iş yerində də öz soyadı ilə səsləndiyim mütləq şəkildə bir neçə nəfər olur. Xüsusilə xanımlardan da olur aralarında. Bunun bir məsafə yaratdığına inanıram. Çox ideal bir məsafə yaradır və insanların duracaqları yeri xatırladır sanki onlara. Adla səslənmək də yaxşıdır. Eyni yaşıdlar üçün, həm yaşıdlar üçün, yəni vəzifəli birilərinə müəllim deyə xitab eləməyə çox da məqbul saymıram. Çünki müəllim bir peşə olduğu üçün mənə daha müqəddəs gəlir. Bəy deməyin daha ideal olduğunu düşünürəm. Xanımlara da xanım deməyin ideal olduğunu düşünürəm. İş yerlərində məni ən çox narahat edən xitab tərzi xanımlara qız deyə xitab olmalıdır. Çünki məsəl üçün hər hansı bir situasiyada get o qıza denə sənə sənədi versin. Ya da ki, qıza denə çıxartsın versin. Məncə insanlara bir ad qoyulubsa, o adlarla xitab eləməyə daha uyğun ola bilər. Ola bilsin ki, uzun bir müddət eyni mühitdə işlədik, razıyam. Amma günün sonunda bizim xitablarımız bizim şəxsiyyətimizin göstəricisidir. Qarşı tərəfi bağlamır, qarşı tərəfdən hər hansı bir mənfi gətirisi ya da aparan hər hansı bir nüans yoxdur mənə görə. Digər sualım daha maraqlı kateqoriya ilə əlaqəlidir. Cütlüklərin
və rəfiqələrin bir-birinə xitablarından. Rəfiqələrin sənə necə xitab edir? Ya da ki, rəfiqələrdə hansı xitabları sevmirsən? İlk bunu soruşum, sonra cütlükləri soruşaram. Daha geniş mövzudur çünki cütlüklər. Əslində rəfiqələrim demək olar ki, əksər vaxtda mən adımdan müraciət edirlər. Ya da ki, yaxınımda olanlar hazırda onlarla həqiqətən çox yaxınıq. Bacı deyə müraciət edirlər və hesab edirəm ki, müəyyən məqamda haqları da çatır. Çünki dərdimizi bölüşürük, dəstək oluruq. Yəni bacılıq sadəcə bioloji bir şey deyil də, həm də mənəvidir. Amma məsələn sevmərəm də mənə yenə də belə balam, canım, aşkım bu cür xoşlamıram. Və bir də bəzi xitablar var ki, onları elə bir ki ucuzlaşdırmış oluruq da. Məsələn, hamını səsləndirdikcə. Məsələn, təzə tanış olmusan, aranızda bir doğmalıq yox, illərin xatirəsi yoxdur, əzizim deyə müraciət eləyir. Yəni bu əzizim sözü o qədər qəşəng sözdür ki, yəni sözün özündə bir əzizləmək var da, adam özünü əzizlənmiş kimi həqiqətən hiss eləyir. Aranda bir xatirə yoxdursa, bir doğmalıq yoxdursa, niyə sözü ucuzlaşdırıb əzizim deyə müraciət eləyəsən? Yəni məncə də məntiqlidir. Rəfiqələr arasında müəyyən məndə başa düşmək olar səmimiyyətdən irəli gələn, amma çox həddini aşmış sözlər, incəltmələr, oşdu, adın sonuna oşlar, uşlar, xəyoş, xəyiş, belə bu xitablar mənə çox qəribə gəlir, yəni. Hətta deyim ki, bəzən olur ki, birinci, ikinci görüşdən sonra sənə bu sonluqları əlavə edirlər. İnsan öz adından təəccüblənir ki, yəni. Bax, mənə çox gözəl ad qoyublar, yəni bu sonundakı oş, aş, nə, yəni mənaya gəlir. Hətta onu təsvir edəndə belə insana qəribə hisslər gəlir. Cütlüklər arasında hansı kitablar sənə xoş gəlir, hansıları çox gülməli gəlir? Xoş gələn əslində çox az işlənənlərdir ki, sevgilim, yarım, xanım, xanımım deyə müraciət edirlər. Bunlar çox az işlənənlərdir və çox dəyərli gəlirlər mənə. Heç sevmədiyim bu aşkım, yavrum, balam. Balamı ümumiyyətlə çıxarmaq lazımdır, yəni. Canım, ümumiyyətlə sevgiliyə niyə canım deyəsən? Bilmirəm, mənə çatmır. Yəni məncə daha belə qəribə xitablar da var. Daha qəribə xitablar da var sanki. O cütlüklərin öz arasında yəqin ki, belə bir-birinə uydurmaları olur. Bunlar ən çox yayılanlardır da, onları bilmirəm, təsəvvür edə bilmirəm də, yəni. Bəzən eşidirsən, yadında da qalmır da, yəni özləri öz aralarında uydurublar. Bu bir tərəfdən indi özləri öz aralarında özləri bilər də, yəni normaldır. Amma bunu belə ictimailəşdirəndə, ictimai yerlərdə ümumiyyətlə adamların, cütlüklərin bir-birinə o cür o şəxsi ikisi arasında olan xitabı başqalarının da yanında ucadan səsləndirməyi mənə görə yaxşı deyil də, yəni bu biraz da qarşındakına kifayət qədər hörmət eləməməkdir. Onun sərhəddini keçməkdir. Bir mənada məncə yerini də bilməmək kimi çıxır. Çünki iki nəfər arasında əzizləmələr ola bilər ki, onların istədiyi yöndə getsin. Bizim üçün maraqlı olmayan və bizə çox qəribə gələn kitablarda düzdür. Amma ictimaiyyət içində, toplum içində məncə böyüklərin də sevmədiyi məsələlərdən biri budur. Düşünürlər ki, ikili münasibət iki nəfər arasında qalmalıdır və bu xitabları cəmiyyət içində daha rəsmi olmasa belə daha düzgün bir formada səsləndirmək sanki daha yaxşı olar, daha uğurlu olar. Hətta dilimizdə sevgilim varsa, niyə aşkım sözünü istifadə edirsən? Yəni sevgilim çox qəşəngdir də, sözün kökü də gözəldir də, yəni sevməkdəndir. Yarım var, yarısı olmaq. Yəni çox qəşəngdir də bunlar. Bunlar qala-qala aşkım, canım. Nə bilim yəni. Alınma kitablar sanki çoxalıb. Əvvəl məsəl üçün aşkımlar, bebeyimlər çox populyar idi. Hal-hazırda babe, honey, pumpkin kimi belə qəribə ingilis sözlərindən gəlmə kitablar var. Məncə insanlar həm biraz sanki xarici dili bildiyini göstərməyə çalışır. Biraz da belə yenilikçi oldu. Sən bu kitablarla qarşılaşmısan ümumiyyətlə? Necə? Xoşuna gəlir yoxsa? Baby filan çox az hallarda qarşımdakı adamı qeyri-ciddi qəbul edirəm. Yəni o kitabla mənə müraciət eləyəcəksə, ciddi qəbul edə bilmirəm. Ən çox aldığım kitablardan biri məsələn gözəllik. Məsələn bu gözəllik kitabını mənə dostlarım da eləyirlər də. Bunu xoşuma gələn əks cinsdən biri deyəndə heç ciddi qəbul edə bilmirəm. Çox sıradan gəlir də. Yəni bu da əslində münasibətlərə təsir edən bir şeydir də. Kitabda çox həssas yanaşmaq lazımdır məncə.
Yəni sənin qarşındakı insana münasibətini göstərən ilk elementlərdən biridir. Yəni xüsusi seçmək lazımdır. Bir də sənin keyfiyyətini göstərir deyə ən düzgün, ən idealını seçmək. Yəni yerinə görə, işə görə fərqli, ailəyə görə fərqli, dost çevrəsinə görə fərqli və cütlük münasibətlərində, ikili münasibətlərdə fərqli seçmək. Məncə bunu hər adam bacarmır sanki. Məncə də yəni edəcəyimiz kitabları sanki biraz durub düşünməliyik günün sonunda. Eynən. Kitabların başqa bir tərəfi var. Çox vaxt ailə qurandan sonra insanlar qaynanasına, qaynatasına ana, ata, papa, mama deyə yəni belə xitab edirlər də. Məsələn, mən bunu heç yaxşı qarşılamıram. Niyə? Fikirləşirəm ki, hər kəsin bir anası, bir atası onsuz da var. Bu qaynana, qaynata sözünə nə olur? Bax, bu sözdə pis nə var axı? Amma belə bir şey də var. Qarşı tərəfi məcbur eləmə cəhdləri bəs olsa necə düşünərsən? Yəni bəy tərəfdən bir israr var. Məsəl üçün bəyin özü israr eləyir və ya qaynananın özü israr eləyir, qaynatan özü israr eləyirsə necə eləyəcəksən? Yəni analar var ki, uşaqlarını böyütdükcə belə həsrətlə gözləyirlər ki, ilahi nə zaman qaynana olacam. Qaynana olmusan, qoy sənə qaynana desin də. Çox qəşəngdir də bu kitab. Gözəldir. Uşağın var idi da sənə bir 20-25 il ana deyib də. Nə ehtiyac var ki, gəlin gəlsin sənə ana desin? Bəyəm ana deyəndə doğma olursan, daha doğma olursan. Məncə israr edən tərəfin psixologiyası ilə fikirləşsək, ego var işin içində. Yəni gəlini gətirdimsə artıq bu ailənin üzvü kimi davranmalı və mənə eyni hörməti qoymalıdır. Onun sanki bir egosu var. Yəni bu hörmət məsələsi deyil də. Yəni düzdür, istisnalar var. Həqiqətən də qaynanasını, qaynatasını öz anası, atası kimi sevən adamlar var və bunlar bunu çox ciddi səmimiyyətlə ifadə eləyirlər. Amma ümumilikdə burada bir sunilik var da. Çox adam özünü daha şirin salmaq üçün qaynanasına ana deyəcək, qaynatasına da ata deyəcək. Yəni olur da bəzən oğlanlar yaxşı varlı qaynata tapanda həmən öz atası qalır kənarda. Papacan, papa. Yaxşı, məcbur olsan deməzsən. Yəni mən fikirləşirəm ki, mənim seçəcəyim adam, bu əsla məni bunu məcbur eləməz də ki, belə bir xitab elə. Xarakterimi azdan çoxdan bilən adamlar da bilirlər ki, mən qaynana çox qəşəng sözdür. Elə qaynatanın özü də. Mən o cür xitab eləyərəm ya da ki, adınla, yəni yanına xanım əlavə edərək, hörmətlə o cür xitab eləyərəm. Amma görsək, bax, qaynın atası, qaynın anası kimi səslənir. Qaynata, qaynata. Yox, çox qəşəngdir. Məsələn, Baldız xitabını çox da belə bəyənmirlər də, çox adamın xoşuna gəlmir. Amma mən çox Baldız olandan sonra Baldız kitabını dəhşət çox sevmişəm. Yeznəyə xüsusi olaraq demişəm ki, Yeznə, onu o cür xitab eləyərək səsləndirmişəm. O da mənə Baldız deyir. İndi mənə o qədər xoş gəlir, o qədər gözəl gəlir ki, yəni bu mənim həm də Baldız olduğumu xatırladır da. Necə ki, xala xitabı, bibi, əmi xitabı ki, sənə xatırladır o hissi sənin yaşamağına dəstək olur. Məncə yəni o kitablar da, digərləri də bu cür dəstək olur da. Yəni o cür adınla səsləndirməkdə fayda var. Bu Baldızla bağlı çox belə gülməli, humoristik bir şeylər var. Bizim gəlinimiz məsələn bal-duz deyir. Bəzən adam bal, bəzən duzlu olur axı belə. İkisinin qarşılığı yəni altdan mesaj. Mənim yeznəm də elə deyir arada. Hə, arada elə deyir. Bir də məsələn başqa bir qəşəng kitab var. Bu necə? Yəni gündəlik həyatımızda əslində hamını adından səsləndirmə məsələsində səhərlər mən dururam belə qapıdan çıxıram həyətə, qonşularla bir salamlaşa gedirsən, hansısa biri deyir ki, "Sabahın xeyir qonşu, necəsən?" O qədər mənə xoş təsir bağışlayır ki, bu sözün özü də, yəni qonşuluq münasibəti, bilmirəm, o sözlər məncə hamısının bir enerjisi var, hamısının beynimizdə hansısa bir formada, rəngdə oturuşub da. O qonşu sözü də məndə bir doğmalıq hissi yaradır. Hə, qonşunu mənə səhər-səhər "Sabahın xeyir ay qonşu, necəsən? Günün uğurlu olsun" demək o qədər xoş gəlir. Eyni ilə də axşam evə qayıdanda, yəni onlarla salamlaşanda o cür xitab eləməkləri mənim xoşuma gəlir. Amma belə bəzən olur da kimsə özünü daha yaxın hiss eləmək üçün, hiss elətdirmək üçün deyir ki, adımı səsləndirir, yanında bir qızım sözünü ifadə eləyir filan. O mənə hətta deyərdim ki, daha az səmimi, daha az doğma gəlir. Nəinki o qonşu ifadəsi. Qonşu ifadəsində biraz da ənənəli tərəf var, ənənəvi tərəf var daha doğrusu. Yəni sən mentallığı xatırladır sənə, köklərimizi xatırladır. Çünki qonşuluq münasibətləri də biraz zəifləməyə doğru gedir deyə
Bəlkə də o tərəfdən sizdəki Eynən, o bağın qalmağı sənə xoş Eynən. təəssürat Hə, bağışlayır. mənə o mesajı verir. Hə, o məndə də özümü yenə də gəlirik özünü güvəndə hiss eləmək məsələsi. Hə, o münasibətdə özümü güvəndə hiss eləyirəm. Yəni fikirləşir ki, beynim, deməli sənin bir qonşun var və sənin həqiqətən ehtiyacın olsa yardımına çatacaq bir adam var da. Çünki o məsəl var da ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Yəni bunu mənə hiss elətdirir o bir dənə xitab. Çox gözəl. Münasibətləri qorumaq, kitabları düzəltmək Eynən. və ən ideal kitabları seçmək lazımdır. Ümumiyyətlə sən qaynanana, qaynatana, ana-ata demək fikrindəsən? Əsla. Məncə soyadını dəyişən insanların eləyə biləcəyi uyğunluqdur bu. Yəni bir insan soyadını Necə dəyişir. xitab edəcəksən? Xanım demək biraz məsafəlidir məncə. Amma qaynana, qaynata ifadəsi bilmirəm, qarşı tərəfdə qıcıq da yarada bilər. Xala, bibi. Xala bibi daha idealdır sanki. Ən neytral zonadır. Nə minalara toxunursan. Hə, düzdür, bu çıxışımdan sonra yəqin ki, mən evdə qalacağam. Bibilərim, xalalarım zəng eləyəcək ki, yenə dilini dinc saxlamamısan. Amma mən fikirləşirəm ki, məsələn, mənim bibim də, xalam da onsuz da var da, sağ olsunlar, maşallah, hamısı bol-bol var. Xanım məndə məsafə hissi yaratmır xanım kitabı. Əksinə, yəni çox belə böyük, ağır, samballı bir enerji yaradır məndə. Mənim çox xoşuma gəlir. Qaynana deyə xitab eləmək nə bilim. Deyəcəksən qaynana sənə çay gətirir. O da Aha. deyəcək bu məni iynələyir. Çox qəşəngdir də. Deyəcək bu məni iynələyir, 100% iynələyir. Yenə qaynata bəlkə biraz yəni yola verir, amma qaynana biraz riskli zonadır sanki. Ümid edirəm ki, bu kainatda biri var ki, o cür qəbul eləməyəcək və mənim payıma düşəcək. Qarşılaşarsınız, frekanslarınızın uyğun olduğu, uyğunlaşdığı.